Dostlar salam. Deməli mən New Yorkun mərkəzindəyəm və burada çox maraqlı şeylər görürəm. Mərkəzdə, New Yorkun mərkəzində bax Amerikada niyə hamam olsun, sonra masaj salonları olsun. Düz şəhərin mərkəzində. Deməli bax belə New Yorkdadır, hər yer Azərbaycanda ola da bilməz. Bəli, mən çox belə təəccübləndim və Amerikanlardan soruşuram ki, ayıb deyilsin ki, şəhərin mərkəzində belə hamamlar, masaj salonları deyir ki, bəs bizə bura Hindistandan, Ərəbistandan qonaqlar gəlir xüsusən. Deyirəm, yaxşı, bəs bu hamamlarda, bu masaj salonlarında işləyənlər kimdirlər? Deyir, Amerikanlardır, öz xalqımızdır, öz millətimizdir. Hə, bu belə çox ayıb da, ayıb. Mən də dedim ki, bax siz nə olsun ki, Amerikasız, New Yorksuz, şəhərin mərkəzi, sizdə hamamlar var. Amma Azərbaycanda, Bakıda belə şey yoxdur, ola da bilməz. Özü də o buzovla söhbəti yadınızdadır da. Dedim, bizdə pis baxırlar belə şeylərə də, ola bilməz. Dedim, amma Targovda gecə saatlarında bizdə intellektual oyunlar başlayır. Beynəlxalq səviyyədə. Dünyanın hər yerindən oyunçular gəlir, elə siz dediyiniz Hindistandan, Ərəbistandan və səhərə kimi yarışmadır. Hə, bax belə paxıllıq elədilər.